Bu qəşəng od qoymuşlar ha. 18-dən sonra hələ nələri gözləmək lazımdır. Azərbaycan şəxsiyyətinə salam. Ukrayna-Rusiya müharibəsi artıq saymaq da olmur ki, neçə gündür gedir. Amma 18-dən etibarən elə maraqlı hadisələr baş verdi ki, bəlkə də biz üçün kənardan maraqlıydı, amma bu dəhşətli hadisələrdir. Elə hadisələr baş verdi ki, onlar bir daha dronların çox vacib olduğunu bizə sübuta yetirdilər. Söhbət nədən gedir? Əvvəlcə, qısa deyirəm, Rusiya Ukraynaya zərbə endirir, Kiyevin mərkəzini vurur və çox belə güclü zərbələr edir. Rusiya özü həmin o zərbələrdə ballistik raketlərdən və operativ taktiki raketlərdən istifadə edir. Buna cavab olaraq Ukrayna ayın 18-də bəlkə də müharibə dövründə ən vacib zərbəsini endirdi. Niyə görə ən vacib zərbəsini deyirəm? Müxtəlif dronlardan istifadə olunmuşdu. Hətta onların adlarına da baxanda başa düşmək olar ki, burada yeni texnologiyalar var. Söhbət bizim tanıdığımız hansı Harov, Akash, Bayraktardan getmiş. Luty, Firepoint, Marok, Babyor, Rubaka, PD-2, Begemot, drona ad qoyasan da Begemot kimi dronlarla Moskvaya zərbə endirildi. Düzdür, Moskva iddia eləyirdi ki, bu zərbənin müqabilində atılan dronlardan 194'ü vurulub. Yəni, təhlükəni aradan qaldıra bilmişik. Amma təsvirlərə baxanda başa düşmək mümkün idi ki, faktiki olaraq bu zərbə ilə Ukrayna Rusiyanı diz üstə çöktürmədi. Amma dedi ki, mənim əlim Moskvaya çatır. Və indi təsvirlərə də baxanda görmək mümkündür. Və ən əsas burada yaranan sual nədir? Ən əsas burada yaranan sual odur ki, Talih Jarvis'də mən də xahiş edirik ki, abunə olasınız və bunun müqabilində yeni videoları biz yaza bilək. Səhifəyə abunə olursunuz və salam. Və niyə görə Rusiyanın hava hücumundan müdafiə sistemi burada çətinlik çəkirdi? Bəli, çətinlik çəkirdi. Və səbəbini mən sizə deyim. İş orasıdır ki, Moskva artıq bu müharibə başlayandan 4 qat hava hücumundan müdafiə sistemi ilə qorunur. Bu 4 qat müdafiə ən uzaq məsafəsi Ukrayna sərhədlərinə yaxındır. Ən yaxın 4-cü xətt deyək buna, 4-cü müdafiə xətti artıq Moskva ətrafı və Moskvanın içində qurulub. Söhbət S-300'lərdən, S-400'lərdən və panserlərdən gedir ki, məhz panserlər özünü bu dəfə deməzdim ki, yaxşı göstərdi və deməzdim ki, biabır elədi. Amma hər bir halda Panser bir daha göstərdi ki, o hər şeyə qarşı dərman deyil. O hərdən bir qocalarla söhbət edirsən, qocalar deyir, haran ağrıyır başım, aspirin at, haran ağrıyır ayağım, aspirin at, haran ağrıyır. Aspirin at. Yəni, bəlli oldu ki, Panser bunun üçün nəzərdə tutulmayıb. Niyə? İnternetin özündə də müəyyən səhifələrdə yazılar var idi. Məhz Panserin komandirləri artıq komandanlığa xəbər edirlər ki, bizim raketlərimiz qutarıb, biz bilmirik neyəyik. Aspirin at. Deyir, toplardan at. Deyir, toplarımda da atdığım mərmi onlara çatmır. Panserin raketləri standart olaraq özü hədəfi tutub ona qarşı uçmur. Yerdən Panser hədəfi tutur və radiokomanda hesabına raketi hədəfə doğru yönəldir. Və belə olan halda müəyyən problemlər yaranır. Və aydın məsələdir ki, söhbət artıq 20 kilometr tapmaq, 8 kilometrdən vurmaq və s. və ilaxır. Bu tip rəqəmləri bu dəqiqə beyninizə doldurmaq istəmirəm, amma burada bir daha sübut olundu ki, Panseri qoyuruq hələ bir kənara. S-300 və S-400 kiçik ölçülü hədəflər üçün nəzərdə tutulmayıb. Onlar dron tuta bilmir. Radar görə bilər, amma raket onu tuta bilmir. Bir, çünki S-300'də, S-400'də adətən yüksək sürətdən uçan, yüksəklikdən uçan, böyük ölçülü hədəflər üçün nəzərdə tutulub. Söhbət təyyarələrdən, söhbət ballistik raketlərdən, söhbət qanadlı raketlərdən gedir. Dron isə radarda çox balaca görsənir. Səbəb dron materialı polimerdir, yəni plasmasdandır, belə deyək, lap sadə formada. Və ona görə də onu görmək, tutmaq, kilidləmək çox çətindir. Panser görür. Kilidlənə bilir. Amma Panserin də müəyyən problemləri var ki, onu yenidən doldurmaq müəyyən problemləri yaradır. Bu bir. İki, bu dəqiqə təsvirdən gördüyünüz kimi Panser raketini atdı və dronu gördü, atdı. Amma raket drona doğru getmir. Səbəb kilidlənə bilmədi. Operator Panserdən raketi ya kilidləyə bilmir, bağlaya bilmir, nişan ala bilmir, ya raketin özündə müəyyən problemlər var, ya da ki, raket ümumiyyətlə öz həyatını yaşayır ki, bu da mümkündür.
Və ona görə də elə kadrdan gördüyünüz kimi raket havaya qalxır, start götürür. Amma start götürəndən sonra gəlir çox vacib olan bir neft ayırma zavodunun böyük bir tankerinə dəyir, tankına dəyir, yandırır, partladır və gördüyünüz kimi qapağı qalxır. Və buna dron dəymədi, buna konkret olaraq raketin özü dəydi. Başqa bir məqamda var ki, raketin özünün start bucağı deyilən bir anlayış var. Və start bucağı deyilən bir anlayışda söhbət nədən gedir? Əgər raket müəyyən böyük bucaq altında start götürməlidir, sonra uçuşda trayektoriyası dəyişir. Burada fikir verirsə kadrda çox balaca bucaq altında startı götürür və hədəfə kilidlənə bilmir. Raketin özünün aerodinamik sükanları imkan vermir ki, o getsin ki, hədəfə kilidlənsin. Bundan başqa, dronlara qarşı nələrdən istifadə edirlər? Pansirdən, daşınan zenit raket komplekslərindən, PZRK deyirlər ona rus dilində, burada İqla, Verba kimi komplekslərdən söhbət gedir və Dədə-Baba qaydası ilə avtomat pulemyot atəşi. Və hətta məşhur olan kadrlardan birində görürüz ki, daşınan zenit raket kompleksinin operatoru atəş açır və Azərbaycanca bir nəfər orada danışır. Vur, vur! Vur, 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 vur! Davay, davay! Davay, brat! Vur! Oy maşallah! Oy maşallah! Vur kardeşim, vur! Burada bəli, başa düşmək mümkündür ki, indi biz nə oyandıq, nə buyandıq. Rusiyada yaşayan təbii ki, Rusiyanın tərəfindədir, Ukraynanın tərəfində olan Ukraynanın tərəfindədir. Bunu başa düşmək mümkündür. Nə qalsa bu müharibə bizim olmadığından hər iki tərəfi başa düşmək mümkündür. Amma fakt, artıq şəhərin içindən PZRK daşınan zenit raket kompleksləri ilə, İqla ilə, Verba ilə nişan alıb atırlarsa, Moskvanın hava hücumundan müdafiəsinin necə gərgin və bərbad vəziyyətdə olmasını göstərən bir işarədir. Əgər şəhərin içində, şəhərin hündür binalarının üstündə panser kompleksləri binaların üstə yerləşdirilirsə, bu artıq çox ciddi bir problemdir. Çox ciddi bir problemdir. Və ikinci bir tərəfdən panserin özündə də modifikasiya işləri görüldü və panserin topları götürüldü və onun hesabına əlavə balaca raketlər qoyuldu ki, həmin raketlərin sayı çox olsun, 24-ə qədər qaldırsınlar raketlərin sayın və bunun müqabilində bir panser çox hədəfi nişan alıb ata bilsin. Əgər dronun birinin qiyməti təqribən deyirəm, 15-20 min dollardan götürsək, təqribən və standart panserin raketinin biri 200 min dollara qiyməti bərabərdirsə, təsəvvür edin, hətta dron gəlib hansısa bir hədəfə dəyməyəndə, amma ona raket atılanda artıq Rusiyanın iqtisadiyyatına nə boyda ziyan vurur. Və başqa bir məqam var, dronları vuranda kadrlardan görürsünüz. Dron havada vurulur, partlayır. Amma yerə düşür və yerdə də nəyəsə dəyir, yenə də partlayır. Bu o deməkdir ki, dron vuruldu. Xeyr, bu artıq o deməkdir ki, dron öz üzərinə düşən döyüş tapşırığı yerinə yetirirdi. Dronlar Moskvaya necə keçdilər? 4 müdafiə xətti var. 4 müdafiə xəttindən ikisi uzaq vuran zenit raket kompleksləri ilə təchiz olunub. S-300, S-400. Nə şılkalardan istifadə olunur, nə ASA AKM-lərdən istifadə olunur, nə də digər yaşlaşmış, qocalmış zenit raket komplekslərindən istifadə olunmur. Tunguskaları ümumiyyətlə görə bilmirəm. Mənə maraqlıdır niyə? Ukrayna müəyyən bir istiqamətdən zərbəni dronlardan endirir. Və həmin o istiqamətdə boşluqların harada olub-olmadığını müəyyənləşdirir. İstər yüksəklikdə, istər sıxlıqda, çünki hər yerdə bir neçə kilometrdə bir zenit raket kompleksləri və batareyaları qoyulmayıb. Divizyondur, dayanır və müəyyən ərazini əhatə edir. Və orada artıq raketlər atılanda onların yenidən doldurulması vaxt aparır və faktiki olaraq həmin ərazidə boşluq yaranır. Düzdür, onu sağ və soldakı divizyonlar qorumalıdır, amma onlar da raketlərini atırlar. Bu, İran, Amerika-İsrail müharibəsində də belə idi. Və onlar doldurulana qədər artıq ikinci dalğa dronlar birinci və ikinci müdafiə xəttini keçə bilir. Müxtəlif yüksəkliklərdə, müxtəlif sürətlərlə və relyefi istifadə etməklə. Düzdür, Rusiyanın ərazisi düzdür və orada çətindir dronlara manevr eləmək. Dağlardan və yaxud da ki, haranasa istifadə eləmək. Amma fakt yenə də olsa, bir balaca aşağı düşəndə artıq onları tutmaq çətinləşir. Üçüncü, dördüncü müdafiə xəttləri artıq faktiki olaraq Moskvanın yaxınlığındadır. Və elə o nöqteyi nəzərdən dronların sayının çox olması radar komplekslərini, beynini yüklüyür, artıq hədəfləri identifikasiya eləmək, nişan almaq, onlara raketi göndərmə və s. və ilaxır, bütün bunların hamısı eləmək çətinləşir və bunun müqabilində 6, 7, 10, 12 dron olsa belə
həmin o xətti keçə bilirlər. Və 200 drondan 15-i, 17-si, 20-si artıq hədəfə çatıb dəyir, partlayırsa, sən döyüş tapşırığını faktiki olaraq yerinə yetirmirsən. Artıq Moskvadan sonra Voronejdə raketlərin elektronikasını hazırlayan zavoda zərbə endirildi və artıq raketləri bundan sonra istehsal eləmək Rusiya üçün biraz da çətinləşir. Hətta məsafə nöqteyi nəzərdən baxanda görmək mümkündür ki, söhbət məsələn Ukrayna sərhəddi Moskvadan gedirsə 600-700 kilometr arası. Artıq Tümenə 2000 kilometr, Murmansk vilayəti 1800 kilometr, Orenburg vilayəti, Orsk şəhəri, orada obyektlər vurulub 1500 kilometr və Nijegorsk vilayəti, orada da 900-1000 kilometr arası məsafə var ki, orada da hərbi aerodroma zərbələr endirilib. Zərbələr hara endirilir? Neft ayırma zavodlardan, söhbət təbii ki, MPZ deyirlər rus dilində ona, MPZ-lərdən gedir ki, həmin o MPZ-lər çox kritik bir obyektlərdir və onlar Rusiyanın yanacaq materialının təmin olunmasında böyük rol oynayır. Artıq Rusiyanın özündə yanacaqla bağlı ciddi problem var. Bunu xəbərlərdən oxuya bilərsiniz. Krımda ümumiyyətlə aclıqdır. Hələ Moskvanın özündə bilmirəm, talonla başlayıblar benzin satmağa. Hərbi aerodromlar, həmin o hərbi aerodromlardan strateji təyyarələr qalxır və Ukrayna raket atır. Onlar vurulur və raketlərin olduğu müəyyən ərazilər, zavodlar, bazalar və s. və ilaxır. Bütün bunların müqabilində artıq Ukraynanın müharibəni yeni fazaya keçirdiyini görmək mümkündür. Ukrayna artıq düzdür, Konstantinovka ətrafında vəziyyət ağırdır yerdə. Amma havada dronların hesabına Ukrayna tədricən üstünlüyü ələ almağa başlayıb. Söhbət təyyarədən getmir, söhbət dronlardan gedir ki, çox vaxtı Ukraynanın Rusiyaya endirdiyi zərbələr daha ağırlı olur. Nəinki Rusiyanın Ukraynaya vurduğu zərbələr. Bu zərbələrə baxanda bunu görmək mümkündür. Səbəb, Rusiyanın hava hücumundan müdafiə qüvvələri tükənib və onlar tükəndilər ilk 2 ildə. Hava hücumundan müdafiə sistemini Rusiya çəkdi Ukraynanın sərhəddə və orada artıq onların Tor M1 və digər zenit raket kompleksləri vurulmağa başladı. Hərçənd ki, həmin o torlar Moskvanın müdafiəsinə çox lazım idi və o torları dərhal Ukrayna vurmağa başladı. S-300 raketlərindən yerüstü hədəfləri vurmaq üçün Rusiya istifadə elədi, raketlərin sayı azalmağa başladı. Raket də patron deyir ki, zavoddan buraxasan, konveyerdən şaqqa-şaraq çıxsın. Bizim toyuqlar kimi deyir ki, bir köpük yumurtanı yumurtlasınlar. Başkalarına anlatırsa bir marka olmuş oluyor. Her sene olduğu gibi bu senede yaptığımız işin... Yox, orada tamam baş vəziyyətdir. Və getdikcə sən raketləri istifadə edirsən, amma zavod və yaxud zavodlar sənə istifadə etdiyin raketlərin sayından 1,2, 1,5 dəfə artıq raket istehsal eləməyə gücündə deyil. 100 raket istifadə eləmisənsə, zavod sənə 120-150 raket verməlidir ki, atılanların yeri dolsun və ehtiyat raket bazası yaransın. Bunu çətinlik çəkirlər. Plus nəzərə alsaq ki, elektronika zavodu vurulandan sonra da orada yenə də müəyyən problemlər özünü göstərəcək. Və məhz müharibənin ilk 2 günündə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ukrayna sərhədinə çəkilməsi, orada vurulması, onların yerinin doldurulmaması Moskvanın ətrafında bax belə ciddi problemlərə gətirib çıxarda bildi. Və artıq əgər pulemyotla, avtomatla, daşınan zenit raket kompleksi ilə, iqla və verbalarla drona atəş açmağa başlayıblarsa, vəziyyət burada həqiqətən də ruscadır. Bax belə, hər halda gözləyə görə yaxın 4 həftə ərzində əlavə nələr baş verəcək. Niyə görə 4 həftə götürürəm? Çünki Ukraynanın özü də dron ehtiyatını doldurmalı və özü müdafiəsini yenidən bir balaca qaydasına salmalıdır. Məsələn, Rusiyadan fərqli olaraq Ukraynanın özünün 6 pilləli hava hücumundan müdafiə sistemi var ki, bu barədə də növbəti buraxılışlarda danışa bilərik. Amma 6 pilləli olmasına baxmayaraq, bununla belə Rusiyanın raket, dron, təyyarə zərbələri keçir, vura bilirlər. Əsas səbəb çoxluqdur. Həmişə deyirlər ki, çoxluq, amma bu dəfə çoxluq deyil. Burada artıq çoxluğun vacib olduğunu görmək mümkün idi. Nə qədər yüksək texnologiya, elektronika varsa, primitiv çoxluq burada funksiyanı öz üzərinə götürərək səni hansısa bir döyüşdə qalib kimi göstərə bilər. Yəni, heç də Rambo olmamalısan. 100 nəfər adi əskərin olsun, bir nəfər Rambo-nun əvəzdə. Bəlkə də döyüşdə belə vəziyyətlərdə kimi qalib gələ bilərsən. Belə, abunə olmaq yadınızdan çıxmasın, hər halda gözləyirik və bundan sonra da hələ videolarımız davam edəcək. Jarvis Talehdən mən edirəm ki, davam eləyək. Salamat qalın, əsas odur.